Ziyafət müəllimin yardım aksiyası hələ də davam eləyir. Ziyafət müəllim artıq burada. Ziyafət müəllim, biz bunları nəyə borcluyuq? Vallahi mən deyim ki, bu mənim ürəyimdən gəlir, tam səmimi qəlbimdən gəlir. Buna ay nelə soxma ağzımın içinə var. Hə, nəysə ki, deyir o sağ əl verdiyin sol əl bilməz, amma əslində yaxşıdır, qoy insanlarımız da görsün, elə bir örnək olsun bizim bu yardımımız. Çəkilişə düşsün. Bax, burada bir köməyə ehtiyacı olan, yardıma ehtiyacı olan bir insan var, bunu görürük. Və biz elə buradan keçirdik, dedik qoy bir insana yardım. Dur ayağa. Söz danışırıq. Bu da mərfətin. Xoş gəlibsin. Bir belə adam dərif dayanıb burada. Elə oğlu bu çörəyi sana veririk ki, Verin. sən ac qalmayasan. İndi Çok sağ ol. Allah razı olsun. çöldə barda qalan adamsan. Hə. Bunu veririk sana şirkətin adından. Ver. Bunu veririk sana insan. Hadi da verdi. Ala. Çok sağ ol. Olsun. Ala. Sağ ol. Neysə ki, yəni bax görsən götürür çörəyi qoyur yerə. Sonra da deyər